Mayın 13-ü saat 20:45-dən saat 21:30-a dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən xəbərə görə bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Ermənistan parlamentində keçirilən iclas zamanı parlamentin vitse-spikeri Akop Arşakyanla Hayastan fraksiyasının deputatı 2-ci prezident Robert Koçaryanın oğlu Levon arasında insident baş verib. Vitse-spikerin çıxışı zamanı Levon Koçaryan yerindən hakimiyyəti tənqid etməyə başlayıb. Buna cavab olaraq Arşakyan tribunadan ona susmağı tələb edib. Levon Koçaryan, yerini bil, eşidirsən, sən kimsən axı, həddini bil, deyə vitse-spiker qışqıraraq deputatı zaldan zorla çıxarmaqdan hədələyib. Bu sözlərdən sonra zalda onların arasında əvvəlcə söz atışması, daha sonra isə dava düşüb. Azərbaycan Cinayət Məcəlləsinin bir sıra ağır maddələri ilə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən açıq iclasda təqsirləndirilən şəxs rus dilində tərcüməçi və seçdiyi vəkillə təmin olunub. Hakim prosesdə ilk dəfə iştirak edən zərərçəkmişlərə hüquq və vəzifələrini izah edib. Ruben Vardanyan Hakimlər Kollegiyasına etirazını bildirib. Müdafiəçi Avraham Berman etirazı müdafiə edib. Dövlət İttihamçısı Təranə Məmmədova etirazın əsassız olduğunu bildirərək baxılmamış saxlanılmasını istəyib. Zərərçəkmişlər də etiraza qarşı çıxıblar. Məhkəmə müşavirədən sonra etirazın baxılmamış saxlanılmasına qərar verib. Zərərçəkmiş Emil Mehdiyev, Mayis Koroğluyev və Asim Qarayev ifadə veriblər. Onlar erməni silahlı dəstələrinin hücumları nəticəsində xəsarət aldıqlarını bildiriblər. Asim Qarayevin sözlərinə görə Mehdi Abbasov, David Cəlilov, Cavad Məhərrəmov, Əli Tağıyev və Rəsul Teymurov həlak olublar. Zərərçəkmişlər barəsində ekspertiza rəyləri elan olunub. Növbəti iclas mayın 20-sinə təyin edilib. Xatırladaq ki, Ruben Vardanyan Cinayət Məcəlləsinin 30-dan çox maddəsi ilə, o cümlədən terrorçuluq, insanlıq əleyhinə cinayətlər və qəsdən adam öldürmə ittihamları ilə məsuliyyətə cəlb olunub. Ukrayna prezidenti Volodymyr Zelenski İstanbulda keçiriləcək danışıqlarda yalnız bir halda iştirak edəcəyini bildirib. Zelenskinin yeganə şərti danışıqlarda Vladimir Putinin də şəxsən iştirak etməsidir. Zelenskinin sözlərinə görə şərtsiz 30 günlük atəşkəs razılaşması danışıqların əsas məqsədlərindən biridir. O bildirib ki, Rusiya ilə sülhə aparan yolun başlanğıcı məhz bu addımdan keçməlidir. Biz müharibənin sonunun başlanğıcı ilə bağlı razılığa gəlmək istəyirik. Putin isə mənimlə birbaşa danışıqlardan qorxur deyə Zelenski vurğulayıb. Ukrayna lideri əlavə edib ki, əgər danışıqlar baş tutmasa, ABŞ və Avropa İttifaqından Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunmasını gözləyir.